Salam, gəlin bir düşünək. Münasibətlərdə əsas məqsəd həmişə o bildiyimiz uzun müddətli xoşbəxtlikdir, yoxsa bəlkə də bəzən xüsusən qadınlar üçün anlıq diqqət, o təsdiq hissi daha vacib olur. Hə, bu çox maraqlı sualdır əslində. Bugün bax elə bu məsələyə, qadın davranışına bir qədər fərqli, bəzən də mübahisəli, red pill deyilən bir prizmadan baxmağa çalışacağıq. Yəni, bəzi mənbələr iddia edir ki, Bəli. müəyyən təkamül instinktləri qadınları daim daha yaxşı, daha statuslu anlar yaşamağa, daha doğrusu təsdiq axtarmağa yönəldir. Elə bil, daimi xoşbəxtlikdən çox an-ba-an təsdiqlənmə önəmlidir. Tamamilə. Və burada açar anlayışlardan biri kimi hipergamiya termini qarşımıza çıxır. Hipergamiya. Bu nə deməkdir tam olaraq? Yəni, çox sadə şəkildə desək, bu kontekstdə qadının instinktiv olaraq özündən, necə deyim, sosial, maddi və ya başqa cəhətlərdən daha üstün gördüyü kişiyə meyil etməsi kimi başa düşülür. Bu əslində şey deyil, yeni bir fikir deyil. Təkamüllə bağlıdır yəqin. Bəli, təkamül nöqteyi nəzərindən baxılır. Ən güclü, ən təmin edici partnyoru seçməklə, belə deyək, nəslin davamlılığını artırmaq instinkti kimi. Yəni, söhbət təkcə, məsələn, puldan getmir. Güc, xarizma, hətta o fiziki çəkicilik, bunlar da üstünlük sayılır. Əlbəttə, tamamilə. Mənbələrdə hətta ikili cinsi strategiya deyə bir anlayış var. İkili strategiya o nədir? Bu nəzəriyyəyə görə qadınlar həyatlarının fərqli dövrlərində fərqli xüsusiyyətlərə üstünlük verə bilərlər. Deyək ki, gənc yaşlarda daha çox alfa kimi təsvir edilən o xüsusiyyətlər. Yəni, o daha dominant, həyəcanlı tiplər. Bəli, fiziki güc, dominantlıq, xarizma, həyəcan, bunlar cəlbedici olur. Güclü gen axtarışı ilə əlaqələndirilir bu. Amma sonra, yaş artdıqca, xüsusən ailə qurmaq, stabillik istəyi yarananda, o zaman beta kimi adlandırılan xüsusiyyətlər ön plana çıxır. Təminatçılıq, etibarlılıq, sədaqət. Çox maraqlıdır. Bəs bu müvəqqəti təsdiq axtarışı məsələsinə qayıdaq. Niyə daimi bir məmnunluq yox, məhz an və an hiss olunan o dəyər, o diqqət axtarışı, bunun kökü hardadır bu baxışa görə? Deməli, baxın, bu perspektivə görə qadınlar üçün xarici təsdiqlər çox güclü təsir bağışlayır. Məsələn, statuslu bir partnyorla görünmək, bahalı hədiyyələr, təriflər, sosial mediada o bəyənmələr, rəğbət, bunlar güclü, amma necə deyim, müvəqqəti bir məmnunluq hissi yaradır. Keçici bir şey yəni. Bəli, iş orasındadır ki, bu təsdiq mənbəyi daimi deyil axı. Tükənəndə o xoşbəxtlik hissi də zəifləyir və nəticədə insan yenidən o təsdiqi, o statusu hiss etmək üçün axtarışa çıxır. Deməli, daxili bir hiss deyil, daha çox çöldən gələn reaksiyalara bağlıdır özünü yaxşı hiss etmək. Məsələ. İddia budur ki, əsas motivasiya daxili rahatlıqdan çox xarici dünyanın verdiyi o təsdiqdir. Öz dəyərini başqalarının gözündə görmək kimi. Bu həqiqətən düşündürücüdür. Onda belə çıxır ki, hətta çox stabil, qayğıkeş, yəni o dediyiniz beta tipli biri ilə olsa belə, Bəli. Qadın keçmişdəki daha həyəcanlı, daha intensiv alfa münasibət üçün darıxa bilər. O mənbələrdə deyilən alfa dolu anlayışı buna işarə edir. Bəli, bəzi yanaşmalar məhz bu məqamı vurğuluyur. Baxın, təminatçı, yəni beta partnyor stabillik verir, təhlükəsizlik verir, amma o həyəcan yoxdur. Bəlidir. Keçmişdəki alfa partnörün yaşatdığı o yüksək həyəcan, o intensiv duyğuların xatirəsi, həsrəti qala bilər. Və bu halda hipergamiya, belə deyək, tam təmin olunmamış sayılır. Çünki arzu, həyəcan elementi əskikdir. Anladım. Amma əksi də mümkündür. Yəni, alfa ilə olub, ondan o lazımı sabitliyi, təminatı görməyəndə də qadının ehtiyacları tam ödənilmir. Çətin məsələdir. Hə, bu perspektivdən baxanda, həm alfa, cazibə, güc, həm də beta, stabillik, sədaqət xüsusiyyətlərini birləşdirən o yüksək dəyərli kişi idealı çox nadir hesab olunur. Amma bir dəqiqə, hər şeyi də bu alfa, beta, status kimi obyektiv görünən şeylərlə izah etmək olar ki, axı subyektiv zövq də var. Hər kəsin öz tipajı var, deyilmi? Tamamilə doğrudur. Bax, bu çox vacib məqamdır. Yəni,
Bir kişi kağız üzərində obyektiv meyarlarla nə qədər yüksək dəyərli olsa da, Bəli. konkret bir qadının şəxsi zövqünə, onun tipinə uyğun gəlməyə bilər. Heç cəlb etməyə bilər. Deməli, fərdi seçimlər hələ də güclüdür. Əlbəttə, bu nəzəriyyələr çərçivəsində belə fərdi seçimlər, o subyektiv cazibə anlayışı öz yerini qoruyur. Bəzən heç bir obyektiv göstəriciyə sığmayan kiçik bir detal, bir gülüş, bir davranış Aha. hər şeydən daha cəlbedici ola bilər. Məsələ. Yəni, yüksək status avtomatik cazibə demək deyil. Beləliklə, əgər bu fərqli baxış bucağını ümumiləşdirsək, əsas arqument odur ki, qadınların münasibətlərdəki əsas motivasiyası çox vaxt uzun müddətli sabit xoşbəxtlikdən daha çox mövcud anda, yəni hal-hazırda öz statusunu və aldığı təsdiqi maksimuma çatdırmaqdır. Bəli, yekun olaraq belə demək olar. Bu da bizim çox eşitdiyimiz o nağıllardakı əbədi xoşbəxtlik anlayışına bir qədər başqa cür yanaşır. Bu perspektivə görə qadın təbiətinin əsas hərəkət verici qüvvəsi kimi sabit bir məmnunluq yox, məhz müvəqqəti, anlıq təsdiq və status axtarışı önə çəkilir. Bu təsdiqin mənbəyi isə daim dəyişə bilər. Bugün partnyorun uğurudur, sabah sosial çevrənin heyranlığı, o biri gün maddi imkanlardır və s. Bugünkü dərin müzakirəmizi burada yekunlaşdıraq. Sonda isə sizin üçün, əziz dinləyicilər, bir düşüncə. Bu eşitdiyiniz fərqli və etiraf edək ki, bəzən mübahisəli yanaşmanı anlamaq, İstər onunla razılaşın, istərsəniz də razılaşmayın, sizin şəxsi münasibətlərə baxışınızı necə dəyişə bilər? Və ya ətrafınızda gördüyünüz o sosial dinamikaları, münasibətləri şərh etmə tərzinizi necə fərqliləşdirə bilər? Bəli, bu barədə düşünməyə dəyər. Sağ olun.